Əziz bircələr, bu dəfə sizə Amerika Birləşmiş Ştatlarının Birinci Dünya Müharibəsindən sonraki dövründən söhbət edirəm. Birinci xəritəmizə göstəririk, Amerika Birləşmiş Ştatları bu ərazini əhatə edir, gözümüzə girir, xəritəsi də gözümüzə girir, hərəkətləri də gözümüzə girir. Birinci Dünya Müharibəsinin Amerika Birləşmiş Ştatları üçün nəticələri nələr olmuşdu? Qalib dövlət kimi çıxmışdı, ərazisində müharibə getməmişdi. Müharibədən sonra dünyanın əsas nüfuzlu dövlətlərindən birinə çevrilmişdi, qəşəng qazanc əldə eləmişdi, borc verirdi, artıq əvvəl borc alan ölkə idi, indi borc verən ölkə idi. Və artıq onsuz da 20 il əvvəldə dünyanın sənaye siyasətine görə birinci dövlət idi, amma biraz da üstünə qoyur. Yəni 20-ci əsrin ortalarına qədər ABŞ kapital ixracına görə üstünlüyün hələ də ikinci yerdə davam etdirirdi. Yəni birinci yer hələ də Britaniya idi. Biz əvvəlcə Birinci Dünya Müharibəsi dövründə ABŞ-ın prezidenti olmuş Woodrow Wilsonun fəaliyyətindən danışırıq. Belə ki, 1913-cü ildə Woodrow Wilson ABŞ prezidenti seçilmişdi. Wilsonun özü Birinci Dünya Müharibəsində fikirləşir ki, Konqres fikirləşir ki, ABŞ-ı layiqincə təmsil eləməyibdi. Çünki bir tərəflik nəzəriyyəsinə görə millətlər cəmiyyətinə qoşulmadığını bildirir. Buna görə də Wilsona deyirlər ki, bəs sağa görə biz bu boyda bir təşkilatdan kənarda qalmışıq. Wilson da kənarda qalmaq var, yox, dünyanın idarə edilməsindən təzyiq olunursan. Bu nə qədər yaxşı bir şey ola bilər. Özlərinə ABŞ kimi dövlət. Giribdir müharibəyə, millətlər cəmiyyətinə giribdir. Millətlər cəmiyyətindən söhbət gedir. Wilson bu öz nüfuzunu bərpa eləmək məqsədilə 2 dənə tədbir görür. Biri olur ki, konstitusiya dəyişikliyi elətdirmək istəyirlər ki, bəs qadınlara da kişilərlə bərabər səs vermə hüququ verilsin. Amma bu protestantların təzyiqi ilə üzləşir. Bu da bura bir minus. İkincisi də ki, alkoqol içkilərinin qadağan olunması ilə bağlı, istehsalının qadağan olması ilə bağlı bir düzəliş məsələsi gündəmə gəlir. Burada da özü hətta deyir, veto da qoyur. Amma yekunda bu qadağa həyata keçirilir, sonra isə qara bazar güclənir. Bu da problem yaradır. Nəhayətində Wilsonun torbasını tikirlər, Wilsonu göndərirlər. Növbəti prezident seçkilərində Amerika Birləşmiş Ştatlarının prezidenti olur Harding. Biz Hardingin prezident dönəmini yazaq seçkiləri. Bir də onu demək istəyirəm ki, Birinci Dünya Müharibəsinin nəticələri hissəsində deyir ki, 1920-ci ildə dünyanın neft, polad, avtomobil istehsalına görə böyük hissəsi ABŞ-ın payına düşürdü. Bu cümləni bayaq deməyi unutmuşdum. Biz başlayırıq Hardingin prezident olduğu dövrdən. Daxili siyasətdən danışanda birinci iqtisadiyyatının vəziyyətini yaxşılaşdırmaq istəyir. Hardingin dövründə əslində müəyyən qədər iqtisadi inkişaf təmin olunur. Amma Hardingin dövründə bir sıra problemlərlə qarşılaşırlar daxildə. Belə ki, bəzi məmurlar hətta ABŞ tarixində ilk dəfə vəzifəsini icra edərkən həbs olunur. Çünki rüşvətxorluq falan adları ilə hallanmışdı. Ona görə də Harding qərb belə deyək ki, ştatlarına səfər edir, o səfərdə də ölür. Bu bunun daxili siyasəti, çox geniş bir şey lazım deyil bizə. Xarici siyasətinə danışanda deməli Harding dünyada o Wilsonun olan qapalıq siyasətindən imtina edir. Avropa dövlətlərinə münasibətləri tənzimləyir. Hətta Almaniya ilə deməli sülh imzalayır, barışıq müqaviləsi imzalayır. Eyni zamanda da məşhur Washington konfransı keçirilir. Keçən dərslərimizdə demişdim ki, Hardingin dövründə 21-22-ci illərdə keçirilmişdi Washington konfransı ki, Washington konfransında sakit okeanda böyük üstünlük əldə edir ABŞ. Bu xarici siyasəti bu qədər kifayətdir. İndi bu 20-ci illərdə bir dənə fundamentalizm hərəkatı var. Bir dənə onun haqqında danışmaq istəyirəm. Hiss edirəm ki, o mənim yadımdan çıxacaq. Təzə kitabda var. Bu fundamentalizm hərəkatı məktəblərdə təkamül nəzəriyyəsinin təbliğinə qarşı çıxmışlar onlar. Hətta 25-ci ildə köhnə kitablarda meymun məhkəməsi adlanan bir hadisə baş vermişdi ki, təkamül nəzəriyyəsini müdafiə edənlərlə müdafiə eləməyənlər, yəni əks çıxanlar arasında bir qarşı durma olur. Bu çox önəmli deyil. Sadəcə onların fundamentalistlərin istəyi nə idi? Məktəblərdə yaxud təhsildə təkamül nəzəriyyəsinin təbliğinə qarşı idilər. Bu haqqda qısa danışsam kifayət edir. Və 23-cü ildə vitse-prezident vəzifəsini icra edən, onu qeyd edim ki, Hardingin özü Respublikaçılar Partiyasından idi və onun davamçısı vitse-prezident də Calvin Coolidge də yenə Respublikaçılar Partiyasından idi. 24-də yenə deyirəm, eyni şeyə gəlir. Bunlarda qayda budur. Bax, 24-cü ildə prezident seçilir. 25-dən and içməsi olur və prezident vəzifəsinin icrasına başlayır deyə 25 verir. Yəni sadəcə bu 23-24-cü illərdə prezident seçkilərinə qədər
vəzifəni icra edirdi vitse-prezident kimi. Onun daxili siyasətindən danışanda onu demək istəyirəm ki, gəlir vergisini azaldır. Hər bir şey yadımdan çıxmışdı, yaxşı yadıma düşdü. Bunlar bir-birinə bağlıdır deyə onların hamısı belə zəncirvari qurulmalıdır. Bax, Hardingin dövründə Wilsonun tətbiq elədiyi dövlət nəzarəti prinsipi azaldılmışdı, imtina edir dövlət nəzarətinə və özəl sahibçi, ümumiyyətlə belədə bu respublika, ABŞ-da respublikaçılar bu düşüncədədirlər ki, müəssisələr öz aralarında bir bərabərlik qurub inkişaf eləməlidirlər. Dövlət müdaxilə eləməməlidir bura və Harding özü də deyir ki, dövlətin nəzarətini azaltmışdı. Və bu Calvin Coolidge dövlət nəzarətinin azaldılmasını davam eləmişdi Hardingdə olduğu kimi. Bu oxşar xüsusiyyət düşə bilər. Davam eləmişdi. Eyni zamanda o hətta deyir ki, bu dövlətin iqtisadiyyat üzərindəki o himayə var, onu ləğv eləmişdi. Bax, dövlətin iqtisadiyyat üzərində himayəçi funksiyasını Harding ləğv eləməyib, Calvin Coolidge ləğv eləyib. Və Hardingin, Coolidge'in dövründə Amerikanın işi biznesdir şüarı səsləndirilib. Eyni zamanda o, konveryer, yəni iş bölgüsü prinsipi əsasında iş rejiminə keçməyi həyata keçirib, deməli, Coolidge. Bayaq demədim, bilmirəm, demədim, gəlir vergisini azaldı. Elə bunun gəlir vergisini azaltmağı çox böyük iqtisadi inkişafa səbəb olur. Daxili siyasət danışım tam sonra keçərəm. Bayaq dediyim fundamentalizm hərəkatı memur məhkəməsi əslində bu onun prezidentlik dövrünə düşür. Sadəcə indi orada yadımdaymışkən dedim, qoy deyim. Bu iqtisadiyyatın inkişafı nəticəsində deyir o dövrdə ümumiyyətlə ABŞ-da fikir ver indiki zamanla gör nə qədər oxşardı. Nağd pul istifadəsi aşağı düşür. Sərmayə alımı, birja genişlənir, birja fəaliyyəti. Eyni zamanda belə deyək ki, onlayn ödənişlərə üstünlük verir də, dolayısıyla deyək, müasir dillə desək. Və bu da sonrakı dövrdə ondan söhbət eləyəcək ki, nağd pullar artıq aradan qalxır yavaş-yavaş. Amma bunun dövründə iqtisadiyyat inkişaf edir, kənd təsərrüfatı inkişaf edir, malların satılması olsun, özəl iqtisadiyyatın qurulması və s. inkişaf edir. Sadəcə indi bunun hakimiyyətin sonuna yaxın, indi o birisi prezidentə düşürdünüz, bu şey çökür, birja, New York birjası. Hoover'in dövründə baş vermiş hadisə. Bu birjanın çökməyi nəticəsində də dünya böhranı baş verir. Qoy Hoover'də ətraflı danışaraq. Sadəcə bunun özü iqtisadiyyatı inkişaf elətdirir, amma hakimiyyətin sonuna yaxın artıq problemlər özünü göstərməyə başlayır. Xarici siyasətdə məqsəd nə idi bunda? Birinci növbədə bu da Latin Amerikasına yardım yolu ilə Latin Amerikasında özünün nüfuzunu genişləndirməyin tərəfdarı idi. Eyni zamanda o deyir Filippin hava adalarında öz hakimiyyətini gücləndirir. Bayaq bunu demişdim ki, Harding dedim ki, Almaniya ilə sülh imzalayır, barışıq sülhü. Bu Almaniyanın təzminat məsələsində həlledici mövqe göstərir və Almaniyanın tərəfində durur, Almaniyanı müdafiə edir. Bu hansı ki Davos planı 24-cü ildə bunun prezidentlik dövründə. Yəni bunun prezident vəzifəsini icra elədiyi dövrdə həyata keçirilmiş bir şeydir. Sonra dediyim kimi 29-cu ildə prezident seçkilərində qalib olur yenə respublikaçı Hoover. Hoover'in adını yazırıq. Hoover bir dəfə prezident seçilib. Onu da 29 yazıram. 1933-ə qədər əslində. Qanuni 32-dir. Sadəcə belə hakimiyyət böhranları baş verir də qanun 33-cü ilə qədər hakimiyyətdə qalıbdır və prezident vəzifəsini icra edibdir. Hoover'in dövründə yenilənmə funksiyasını həyata keçirir Hoover'də. O yenə belə deyək ki, iqtisadiyyata müdaxiləni aradan qaldırmanın tərəfdarı idi. Və təsadüfən onun dövründə böyük böhran başlayır da. New York birjasının çökməyinin nəticəsində bütün əhalinin pulu banklarda olduğu üçün əldən çıxır, çökür. Cəmaət yeməyə deyir, almağa, yemək almaq üçün nağd pul saxlamamış deyir, damısı birjalar, sərmayələr vasitəsilə saxlanmışdı. O da amma öz prezidentlik dövründə bu şeyin tərəfdarı deyildi. Gəlib buna Keynes qanunu var. Orada deyir ki, orada təklif edirlər ki, dövlətin nəzarət edici funksiyasını tətbiq eləyək və bunun nəticəsində şeyi aradan qaldıraq da böhranı. Bu deyir ki, yox da, bəs özünü düzəltməlidir iqtisadiyyat budur. Respublikası düşüncəsi belədir. Onun dövründə xarici siyasətdə isə bu kitləsinin içində yox, Almaniyanın içərisində var ki, 1932-ci ildə Almaniyadan təzminat alması dayandırılmışdı. Bax, Almaniya ilə sülh imzalanması Hardingin dövründədir. Almaniyanın təzminat məsələsində yüngülləşdirmə həyata keçirilməsi və Almaniyaya yardım eləməsi, pul yardımı, bu Coolidge'in dövründədir. Almaniyadan təzminat almasının dayandırılması isə Hoover'in dövründədir. Bax, bunları yadda saxlamaq lazımdır. Və nəhayətində 32-ci il prezident seçkilərində artıq respublikaçıların yaşadığı problemin nəticəsində artıq demokratlar vəzifəyə gəlirlər. Yəni
qalib olurlar və demokratların nümayəndəsi də burada olur. Franklin Roosevelt. İndi Roosevelt'in adını yazaq. Franklin Roosevelt qalib gələndən sonra, ABŞ prezidenti seçiləndən sonra onun deyir ki, yeni xətt bir paketi var idi. Bu yeni xətt strateji belə deyim ki, nəzəriyyəsinin içərisində əsas iki şeyə diqqət eləmişdi. Bu bir işsizliyin aradan qaldırılması, bir də sənayinin fəaliyyətinin bərpa edilməsinə diqqət yönəltmişdi. Birinci növbədə o yeni xətt içərisində bir sıra sahələrdə islahatlar keçirdi. İqtisadiyyatı var bunun, sosial sahəsi var bunun. Məsələn, iqtisadiyyatda sənayenin bərpasına xüsusi diqqət yetirir. Məsələn, kənd təsərrüfatının bərpasına xüsusi diqqətlər yetirir. Sosial sahədə bank üzərində dövlət nəzarəti tətbiq olunur. Bu, onunla Woodrow Wilsonun oxşar xüsusiyyət ola bilər. Eyni zamanda o, deyir, yeni ödənişli iş yerləri açdırır ki, işsizlik azalsın. Sosial sahədə eyni zamanda onun islahatının nəticəsində ABŞ tarixində ilk dəfə təqaüd verilir. Pensiyaya və yaxud xəstəliyə görə. Ya daha doğrusu yaş artımına da, yəni pensiyon demək istəyirəm. Təqaüd eyni sözdəsində. Lakin onun deyir, bu qədər fəaliyyətinin axırında işsizlik problemi tam həll edilmir. Burada bizə tələb verə bilər ki, işsizlik problemi tamamilə həll edir. Ondan əvvəlki Hoover'in dövründə, məsələn, danışanda o dedikdə orada inzibati yenilənmənin həyata keçirmiş. Bu da eyni şeyi davam elətdirir. Yəni, biraz yenilənməyə meyilli prezident idi bu da. Və Roosevelt'in iqtisadiyyatında hətta ondan narazı olurlar. Bu, Roosevelt 3 dəfə prezident seçilib də. Roosevelt'dən narazı olurlar. Ona görə deyir, 37-ci ildə yeni xətt siyasətini biraz dayandırır. Deyir ki, yaxşı, iqtisadiyyat özünü düzəldib bərpa etsə, mən dayanaram da. Bu, siyasəti dayandırandan sonra yenə aləm dəyər bir-birinə. İqtisadiyyat çökür, bərbad günə düşür. Bu da deyir ki, indi belə, yəni öpün əlimi və sizi təzədən düzəldim. Çünki bilsən niyə? Orada Senat və Konstitusiya Məhkəməsinin hakimləri buna qarşı çıxırdılar da. Deyirsən, sən Konstitusiyanın qaydalarına zidd hərəkət edirsən. Bu da təşrif edir ki, gəlin onda Konstitusiya Məhkəməsinin hakimlərini dəyişək. Bu da aləm dəyər bir-birinə. Axırda ölür də bu. Ölümlə hakimiyyətdən vidalaşır. 3 dəfə prezident seçilir. Əsas uğuru 2-ci Dünya müharibəsinə qədər bu iqtisadi cəhətdən çökmüş ABŞ-ı ayağa qaldırmağı, 2-ci Dünya müharibəsi dövründə xüsusilə də belə deyim ki, bir tərəf idi, bəli. Amma sonra xarici siyasətdə söhbət edəcəm ondan. Amma 2-ci Dünya müharibəsi dövründə sənaye satışı, hərbi sənayenin inkişafının nəticəsində qəşəng pul qazanır, satır da. İqtisadiyyatda onun böyük töhfəsi olur. Daxili siyasət bu qədər kifayətdir. Xarici siyasətdən danışanda birinci deyirik ki, bu ümumiyyətlə Theodore Roosevelt'in böyük dəyənək siyasətinin əvəzinə mehriban qonşuluq siyasəti yürüdür. Latin Amerikası ölkələrindən, sərhəd ölkələrindən deyir ki, gəlin Dostiana söhbətləri eləyək, dalaşmayaq. Eyni zamanda o, Avropada artan təhlükəyə qarşı və xüsusilə də sakit ölkəndə öz nüfuzunu gücləndirmək məqsədilə SSR ilə yaxınlaşır. Və hətta deyir, 33-cü ildə SSR-ni bir dövlət kimi tanıyır, diplomatik münasibətlər qurulur. Əslində, ən gec diplomatik münasibət quran buydu. Eyni zamanda 35-ci ildə bir tərəfli haqqında qanun qəbul olunur bunun dövründə. Deyir ki, mən nə dava eləyənə, nə də davaya məruz qalana, yəni döyənə də döyənə də silah verməyəcəm də, inciməyin məndən. Bu da böyük bir ədalətsizlik idi də. Bu nə qədər özünü bir tərəf elan eləsə də, müharibə başlayan sonra 41-ci ildə birinci Böyük Britaniyaya, sonra da SSR-yə Lend-Liz qanunu qəbul edir və o Lend-Liz qanununa görə yardım həyata keçirir. Heç nə, bu müharibəyə girirlər bunun dövründə, müharibədən də qalib dövlət kimi çıxırlar. Bəli, həmişə kimi, amma burada da sonradan girir. İndi 2-ci Dünya müharibəsində danışanda orada da görəsən ki, 41-ci ildən girir. 1 il, 2 il sonra girir burada da. Orada 14-17-də girib, burada da 39-da müharibə başlayıb, 41-də girib. Görür ki, məsələn, qırılma nöqtəsi vardı, onda girir. Bilir ki, buradan qazansam özümündür də. Amma 2-ci Dünya, 1-ci Dünyadan fərqli idi işlər. İndi gələcək dərslərimizdə bu barədə söhbət edəcəyik. Deməli, bu izahın gedişində əsas bizə təhlükəli olan prezidentlər birinci prezident verilmiş, yəni Wilsondan sonra verilmiş Harding idi. Bayaq Harding haqqında danışanda onu da qeyd eləmişdim ki, Wilson dövründə dövlət nəzarətini azaldır, bunu qeyd eləmişdim. Bir də büdcə gəlirlərindən qənaətlə istifadə eləməyin tərəfdarı idi. Hoover'in dövründən danışanda isə onu deyirik ki, Hoover inzibati idarəçiliyi yeniləyir, yenilənməyin tərəfdarıdır və iqtisadi inkişafın tərəfdarı idi. Elə ABŞ dərsindən danışmamızda bu qədər kifayətdir. Növbəti dərs izahlarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.